İmam Həsən əleyhissalamın mübarizliyi. İmam Həsən İslam uğrunda fədakarlıqlar göstərmiş və Allah yolunda canından keçməyə daim hazır olmuşdu. İmam Həsən Cəməl döyüşündə. Cəməl döyüşündə öz atası ilə çiyin-çiyinə meydanın ön xəttində vuruşmuş, Həzrət Əlinin bir çox şücaətli və dilavər silahdaşlarını gerdə qoyaraq düşmən qoşununun qəlbinə hücumlar etmişdi. Cəməl döyüşünə hazırlıq ərəfəsində Həzrət Əli Küfəyə nümayəndə heyəti göndərmişdi. İmam Həsən də bu heyətin içində idi. Onlar Küfəyə gəldikdə Xəlifə Osman tərəfindən Küfə valisi təyin edilən Əbu Musa Əşəri Həzrət Əlinin ədalətli hökumətinə qarşı çıxanlardan biri idi və buna görə də o, şəhər əhalisini Cəməl döyüşündə iştirak etməkdən və dövrün xəlifəsi olan Həzrət Əliyə arxa durmaqdan çəkindirdi. Lakin buna baxmayaraq, İmam Həsən əleyhissalam Küfə şəhərindən 9000 döyüşçü yığıb Cəməl döyüşünə yollanmışdı. İmam Həsən Siffeyn döyüşündə. Siffeyn döyüşündə də qoşunun səfərbərliyində İmam Həsən əleyhissalamın iştirakı olmuşdu. İmam Həsən Siffeyn döyüşündə elə bir fədakarlıqla vuruşmuşdu ki, atası Həzrət Əli öz səhabələrinə deyirmiş: Həsəni və qardaşı Hüseyni döyüş meydanından kənara çəkin, onların ölümü ilə Peyğəmbərin nəsli kəsilməsin.